Sizi sistemdə olan bütün düymələrdən tanış etmək istəyirəm. Burada bildiyiniz kimi menyu açıb bağlayandır. Burada language-dir. Bu düymə ekranı balacalaşdırıb böyüdəndir. Bu bütün saydı bardakı olan bütün dəyişiklikləri açır. Misal üçün satış bölməsinə gəldiyimiz zaman bizi burada yeni knopkalar tanış edir ki, burada gördüyünüz kimi bu nədir? Baxdığınız zaman satışa ümumi baxış keçirə bilirsiniz. Ondan sonra burada buna bastığınız zaman bu satışın enisini kopyalayır. Yeni bir müştəridirsə, müştəri təkcə adını dəyişir, ya da saxlaya bilirsiniz. Həmçinin bu funksiyalar bütün yerlərdə istifadə edə bilərsiniz. Məsələn, mal qəbulu siyahısında da məsələn eyni qaymədə olan eyni mallar gəlib təzədən əllə doldurmaq istəmirsiniz, kopyalayırsınız. Bütün hamısı burada gəlir. Məsəl üçün bunda indi içi boş idi. İçi dolu olan bir dənəsini sizin üçün yoxlayım. İçi dolu olan gətirdim burada. Gördüyünüz kimi buna aid olan bütün animasiyalar eyni gəlir. Təzədən bir dənə ya rəqəminin sayını və ya hər şey eynidirsə qaymə kodunu dəyişirsiniz, ya da saxlayıb əlavə edirsiniz. Təzədən satışlar siyahısına gəlsək, burada editləmə knopkasıdır. Satışda hər hansı bir yanlış varsa girib burada editləyə bilirsiniz. Təbii ki, bu kimə icazə verilibsə, ancaq o bunu yerinə yetirə bilir. Burada bu silmə funksiyasıdır. Silə bilirsiniz. Həmçinin burada baş verən bütün yenilikləri, hər hansı satışlarınızı, nələrsə baş verirsə, onların hamısını müdaxilə edə bilirsiniz burada. Ondan başqa burada başqa düymələrdən, məsəl üçün burada hesablar bölməsində də hər bir yerdə yeni hesab yaratmaq kliklə baş verir. Yəni hər şeyi, məsəl satış yaratmaq, hər hansı ambarda olan transaksiya yaratmaq, hər şey burada yeni olan düymələrdən baş verir. Ondan sonra başqa bundan ibarətdir.